Salam dostlar. Növbəti kremu bağlamam bu dəfə biraz büyük və ağırdı. İndi birlikte açacağıq sizinlə. Burada karotkalar. Bu tuvalet kağızını qoymaq üçündür. Yəni divarı deşmədən divara yapışır. Yazmışlar ki, yaxşıdır yapışqanı, yaxşı yapışır. Yaxşı rənglər vardı bu məhsul haqqında. Mən də aldım. Bej rəngini seçmişim. Görək nə rəng gəldi. Plastmaslı, yüngüllü. Bak, burada böyle yer var. Baxaq içində nə var. Bunu quraşdırmaq lazımdır. Tuvalet kağızı asılır. Və buradan tuvalet kağızı düşür. Onu kəsirsiniz. Bura nə üçündür? Bilmirəm. Bunu qoymaq olar. Bax, belə. Bu da bunun arkasına kleydi. Böyle yəqin ki necürsə keçir və bu divara yapışır. Buna sonra onun iki tərəfdən baxın belə bir yer var. Bunu keçirdirsiniz belə. Necür keçirsə aşağıdan yəqin belə taxılır. Taxıldı. Və bunu açırıq və divara kleyləyirik. Bu da yəqin ki burada içindədir. Kağız üçün. Kağızı asmaq üçün. Yəqin ki belə. Hər dəfə bunu çıxardıb kağızı asıb bura yerləşdirmək lazımdır. Baxaq istifadə edəndən sonra. Bu şvabradır. Siz hansı şvabradandır? Yəqin Temu'da bəlkə görmüşsünüz. Su yeri olur beləncik. Ora su tökürsünüz və pol siləndə o yəni su fısxırır. Gəlin birlikdə bunu da açaq. Pulpudun üstten böyle. Bu da basılır ki su fıstırsın. Bu su yeri de. Biraz çirkti doğru. Bu ne üçüncüsü bilmiyorum. Bu çok qəşəngdir. Bu ucuz değildi. Benim tabletim A9'dan Samsung. Şimdi sizinle bir yerde takarıq, baxarıq necədir. Amma belə video yazılmışdı ki, dəridir, bilmirəm. 20 manat neçə qəpiyə deyəsən almışam belə. Pis deyil. Bura yumuşaqdır material. Burada çok qəşəngdir. İyi falan da birazca iyi var belə də. Belə tabletim. Gəlin birlikdə baxaq yerləşir. Mənim tabletimdə Samsung A9. Yəni orada elə seçmişdim inşallah. Yox, yerləşir. Qorxdum ki yerləşməz. Bir dəqiqə mən bunu yerdə
Yerleştim. Yalan. Çünkü seçmiştim. Düz seçmiştim ki yani düşsün. Evim lüstralarını da düşürün. Bak böyle. Çok qəşəngdir. Bakın. Üzüm bunu seçmiştim. Bu güllerim. Çok qəşəngdir. Bununla razı kaldım. Tak. Növbəti bu. Bu da tuvalet için yere unitaz kapağı ve ayak altına salınan çok yumuşak materialdır. Çok yumuşaktır. Bu tuvalet kapağıdır. Bakın rezinleri. Tuvaletin aşağısında unitaza yani ki böyle takılır. Yerde çok qəşəngdir, yumuşaq. Arxa tərəfdə beləncə, yəni yerə yapışır, deyildi. Belə ki, yerdə sürüşməsin. Və bu da ayaq altına belə kovrekdir uzun. Vannadan, duşdan çıxanda. Sadəcə olaraq rezin deyil, materialdır. Bilmirəm nə qədər bu su yığacaq, yəni yaş qalacaq, bilmirəm. Yağlı vişnelerden çok qəşəngdir. Bunu əslində hediyə almışam. Bunu da, bunu da yəni hediyə almışam. Şvabranı özüm üçün almışam. Tableti taxdım. Sonra tablet üçün mən beləncik üstünə şüşə sifariş vermişəm. Burada 3 dənədir. Biraz əyridir, baxın. Şüşələr də mi əyilib? Baxın, görünür orada, baxın. Aşağısı biraz eğilip inşallah ki böyle şişelerde eğilme olacak. Kofkası yaxşıdır. Böyle de bağlıyla içinde rezin böyle silikon da var ki şişe kırılmasın ama ezilip arasında şu kırılıp çok keyifli. Bunun şeklini çekip Semo'ya göndereceğim. Gördüm de kofkadan gördüm ki bakın neçə yerden sınıf. Kofkası qəşəngli görünür orada. Neçə yerden bakın ezilip kırılıp. Kırılıp 3 tane değil 2 tane de. Bu diyesen salamattı. Hiç ona biri salamattı. Biri salamattı diyesen. Çok şükür. Birinci ona takım. Burada salfetler de var. Önce silerek şüşəni tabletin üstünü, sonra bunu yapıştırırıq. Bacım okuluna yəqin deyərəm gəlib mənə yapıştırar, amma şüşənin biri sınıb. Если честно, özüm də bilmirəm nədir. Bir dəqiqə baxaq sizlə bir yerdən. Bu da telefona şüşədir. Bəli. Məndə Samsung A72'dir. Telefona da. Bunun da öz salfeti. Və burada 3 dənə olmalıdır. Bunlar deyəsən salamatdılar. Bunlar salamat olur. Baxaq. Qırağım da var bunu soymaq üçün yerləşdirəndən sonra. Bunlar salamatdır. Şimdi bir üçünə də baxacağım. Bu da tuvalet üçün yolşıqdır. Bunu təmizləmək üçün dəsti aldım. İlişlərinə buna da gözümü sataşdı aldım. Bilmiyorum. Bacım bir oyuncağı oldu. Üzr istəyirəm bu şık üçün. Ama çok qəşəngdir. Oyuncağı falan da ne bileyim oxşamır. Üstü biraz baxın cızılıb. Sadəcə olaraq bununla necə təmizləyilə bilmirəm. Baxın bu mane olaraq təmizləməyə yoxsa yox sizcə? Qəşəng görünüşü qəşəngdir. Boyasan amma məncə çox da rahat bir şeye oxşamır. Rahat bir şeye oxşamır.
Xırda şeyler. Bunları çıxardım, sizə göstərim. Bir-iki dənə brilok sifariş eləmişdim. Açara falan taxmağa. Bu yox, bu sancaqdır. Çox da qəşəngdir. Mən xoş görürəm koftaya, pencəyə falan. Çox da keyfiyyətlidir. Bu yaxşıdır. Baxın, arxadan. Çox qəşəngdir, görsənir. Baxın. Belə. Mən bacım qızı üçün sifariş edirəm. Hərdən brilok, sonra bilərzik. Özüm də taxıram, xoş görürəm. Növbəti belə brilokdur. Baxın, bu çitiroxlisnikdir. Yəni ki, uğur gətirir. Yarpaqdır, 4. Üstündə 4 yarpaq var. Sonra bir dənə də var burada. Unuturam çoxsun. Elə gəlir ki, adam unudur. Bilmirəm, nə seçmişəm, xırda nə dərsə. Bu da beləncikdir, yaxaya vurmaq üçün. Həmin o çitiroxlisnikdir. Bu açara taxmaqdır, bu da yaxaya taxmaqdır. Bunun taxan yeri biraz başqadır. Belə taxılır, açılır. İğnədir, taxılır. Bu şotkadır, maşının içini təmizləmək üçün. Bundan 2 dənə sifariş vermişdim, birində qardaşım üçün. Elə yerlər var maşındakı aralar beləncikdən. Onu təmizləmək üçün tozlarım. Burada hələ də nələrsə var. Bu fotoaparatım üçün çanta sifariş eləmişəm. Şimdi sizinlə birlikdə yerləşdirək çantaya fotoaparatı baxaq. Bir çantadır. Biraz əzikdir. Ara kesmesi var. İpuçkadadır ara kesmeleri. Bir yerde. Yani fotoaparatım. Çok rahat, yanında hele yerde qalır, nə qədər rahat. Yəni yerdə buna uyğun nəsə qoymaq olar. Sonra ara kəsməndə düzəltmək olar içində necəsə. Yaxşıdır. Belə. Bunlar indi göstereceğim size. Ve hiç de kalmadı. Hiç de kalmadı. Beləncə giden sancaqdır. Bir dəfə nəsə sancaq çox sifariş vermişəm. Açım. Çox qəşəngdən bu baxın. Güller hamısı yerindədir. Muncuqlar çox qəşəngdir. Çox ucuzdur. 2 manat, 3 manata qəşəngdir. Yaxada çox qəşəng görsənəcək. Sonra bir dənə də telefonum üçün yeni kabura sifariş vermişəm. O da belədir. Advançıqlarla. Yumuşaqdır. Necə qəşəngdir. Necədir sizcə? Və bu corablardan yeni sifariş verdim. Çünki çox yaxşıdır. Bunu saxlayacağım. Keçən dəfə sizə göstərmişdim. Paçka. Bunu da saxlayacağım. Artıq bu faizdə qışda giyinəcəm.
Bu bizlər çox rahatdır, çox qəşəngdir. Bunların bu hissəsi boşdur, ayağı sıxmır. Özlərində materialı pambıqdır, çox qəşəngdir. Mən çox bəyəndim. Bunun bir rənglisini də indi atmışam korzinaya. Ola bilsin ki, səbətdə məndə durur. Hamısı qara rəng. Ola bilsin ki, ondan da sifariş elədim. Yəni, məndə biraz ehtiyatda olsun. Belə, bu dəfə sifarişlərim bu qədər. Deyim, xoşunuza gəldim. Siz bunlardan nəyisə sifariş vermişsinizmi? Dəyərmi bunları sifariş verməyə? Valla Temu bir xəstəlikdir. Yəni, onu silməyə lazımdır telefondan. Ki, yəni, hər dəfə nəyisə görsən, deyirsən ki, bu mənə lazımdır, o mənə lazımdır. Belə, sağ olun dostlar. Baxın dostlar, mən Temu'dan aldığım şvabra 16 manata almışam. Baxın, Arazda öz qiyməti 15 manat, endirimlə indi 10 manatdır. Yəni, pis deyil. Mən işlədirəm. Bunun özünün, baxın, burada su balonu var. Oradan onları silə-silə, yəni nəm edib silirsiniz. Mən bunu indi istəyirəm ayrıca, həm də bunun üstündə deməli, ayrıca zapas əskiləri də var. Mənə isə ayrıca lazımdır əskilər. İndi qız soruşacaq, var ya yox. Mən reklamda görmüşdüm. Xanım soruşdu, deyir ki, ola bilsin o bir Arazlarda var, bizdə yoxdur. Ayrıca mənə lazımdır bunun başlığına keçirilən əskilər. 3 dənə əski mən görmüşdüm reklamda.